Dostlar, bugün sizlerle car parking 2'de necə iki teker ayarlı Niva eləmək olar. Niva qavamızda. Birinci keçi ayırırım da. Göstərim sizə. Ayırıyorum. Demək, bir dənə motor alın. Bir dənə belə bir motor alın. Açdım, beləlik bir motor alın. İşte burada takmışam. Sonra 07'ni Niva'nı avtomat edin. Buradan bir bundan alın ve takın sonra maşına. Bunlara geldikten sonra bir dakika ayarlar var. Bunu da değişin. Bundan takın. Bir turbo taktırın. Bundan. İndi ise ayarlara geçelim dostlar. Göstereyim. Ayarlarımız burada. İkinci ayar. 00. Ayarları tezden göstereceğim. Biraz bunlara bakın. Bak. Ben gecikersiz dedim. Bu ikisi sıfırdı. Bu ayar esaslı. Bu kadar. İndi keçək test sürüşünə. Deyəcəkəm bu kadar. Test sürüşünə keçək. Evet dostlar, başlayaq test sürüşümüzə. Bakın. Siz qalxır maşın. Biraz çətin qalxacaq. Çətin qalxmaz. Sürün. Biraz sürətlənsin, qalxacaq. Bakın şimdi. Bakın dostlar, görürsünüz qalxır. Açtı. Yoxlayın. Qəşəng qalxacaq. Sizə tövsiyəm. Eləyin bu ayarı. Bu Niva'daki cızıqları size öyrədəcəm. Videosunu çəkəcəm. Bu cızıqların videosunun gəlməsi üçün abunə olub like atmayı unutmayın. 10 like atandan sonra bu cızıqları deyəcəm Niva'da bu maşında. Sonra qabağındakı bu loqonu da öyrədəcəm sizə eləməyi. Pərdə yiyəcəm, sizi öyrədəcəm. Deyəcəklərim bu kadar. Bu video bura kimidir. Sağ olun dostlar. Görüşərik.